Cəlilabad rayonunda 2000-ci il təvəllüdlü Rəvan və xalası oğlu Faiq, qohumları Kəmaləni və onunla birlikdə intim münasibətdə olan sevgilisi Ramili qətlə yetirməkdə təqsirli bilinib. Rəvan 22 iyul 2022-ci ildə saat 23 radələrində xalası oğlu Faiq ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında digər xalasının qızı Kəmalə ilə intim münasibətlərində olduğu həmyerliləri Ramilin yaşadığı evin hamamında olmasını biliblər. Onlar hər ikisini öldürmək qərarına gəliblər. Bu məqsədlə Rəvan öz yaşadığı evin mətbəxindən bir ədəd soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını üzərində götürər, Faiqlə birlikdə Kəmalənin yaşadığı ünvana gediblər. Həmin evin həyətində yerləşən yarımtikilinin içərisindəki hamamın işığını görüb və Kəmalənin hamamda Ramillə əxlaqsız hərəkətlər etməsini yəqin ediblər. Bu hərəkətlərinə görə onlardan qisas almaq niyyəti ilə qohumlar birgə hərəkət edərək onları hamamda yaxalayıblar. Faiq Kəmalənin saçından tutaraq hamamdan yarımtikilinin dəhlizinə doğru çıxarıb, Rəvan isə üzərində əvvəlcədən formalaşmış cinayətkar niyyətlərini həyata keçirmək üçün əlləri və bədəni ilə hamamın qapısını tutaraq Ramilin hamamdan qaçması barədə baş verə biləcək hadisəsinin qarşısını alması və hadisə yerindən yayınmasına imkan verməyib. Faiq üzərində gəzdirdiyi bıçağı sol əlində tutmaqla Kəmalənin yalvararaq aman diləməsinə məhəl qoymayıb, əvvəlcə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Kəmaləyə 9 bıçaq zərbəsi vurulub və qadın aldığı zərbələrdən hadisə yerində ölüb. Daha sonra Ramili öldürmək məqsədi ilə hamamdan yarımtikilinin dəhlizinə çıxarıb, onun özünü müdafiə etmək imkanını aradan qaldırmaq, məhdudlaşdırmaq üçün qollarından, bədənindən tutaraq, həmçinin yumruq zərbələri ilə baş və bədən nahiyələrinə vurublar, onun müqavimətini qırıblar. Bundan sonra Faiq özündə olan bıçaqla Ramilin bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 zərbə vurub. Ramil aldığı zərbələrdən hadisə yerində ölüb. Hadisəni törədən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə, 120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və 120.2.7 2 və ya daha çox şəxsi öldürmə maddələri ilə ittiham elan edilib. Cəlilabad Hərbi Məhkəməsinin hökmü ilə Faiq 20 il, Rəvan isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarının ilk bir ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib. Hökmdən narazı qalan Rəvan apellyasiya şikayəti verib, o şikayətində barəsində daha yüngül cəzanın verilməsini xahiş edib. Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə onun şikayəti təmin olunmayıb. Qeyd edək ki, təqsirləndirilən Rəvan hadisəni törədən zaman hərbi qulluqçu olub. Buna görə də onun işinə hərbi məhkəmədə baxılıb.